Xomeyni bastırdılar. Xomeyni daha doğrusu. Bir video göstereceğim size. Orada Yunanla görüşür ve kitap elinde deyir ki, bu Türklərin Yunanları, əzdikləri, öldürdükləri bir dövrdür. Hətta Yunan onun sözünü düzəldir ki, Osmanlı Türklərinin. Çünki bugün Türk Cumhuriyyətinin onların heç bir əlaqəsi yoxdur. Heç bir əlaqəsi yoxdur. Yəni Osmanlının davamçısı da dövlət, amma orada olan hadisələrlə bu Türk Cumhuriyyətinin heç bir əlaqəsi yoxdur. Amma yəni siyasi terminologiyaya görə hətta Yunan onu düzəldir. O eşitmir onu həmən Xomeyni. Azca belə vaxt Türklərin güclü vaxtı idi. Gör nə qədər bizə nifrət var. 30 milyon, 35 milyon Türk yaşayır onun ölkəsində. O Türklərə belə bəzən deyirlər, bizdən də Türk, nə Türk hə? Baxın buna, baxın, yadda saxlayın bunu və bu videonu paylaşın. Daha çox insan, siz like işarəsini tıklayın və daha çox insana yayın ki, bu videonu görsün. Baxın, görün nə danışır Xomeyni. بله دانشجو این رو یونانی ها حرف یونانی هاست علیه ترک ها ترک های عثمانی ترک هایی که در یونان در واقع حاکم بودن تصویر خیلی قوی قشنگی رو از مظلومیت یونانی ها در مقابل ترک های عثمانی اینجا تصویر میکنه خیلی Belədir. Bildiniz indi niyə 40'ı erməni kilsəsində keçirdi? Çünki Yunan və erməni xətti ilə anti-Türk soyqırımı filan. İndi deyirlər o birisi tanıdı, bu birisi tanıdı. Fələstin tanıyıb çoxdan, Ruslar 95-ci ildə tanıyıblar, Fransa tanıyıblar, Argentina kimi tanıyanlar var, tanısınlar, özləri üçün tanıyırlar. Amma əsl tanıyan buradadır ki. Bu da bölümümüzdədir ki. Türk istibdadından danışır. Çünki Türk sözündən qorxurlar, adından qorxurlar. Onun təzədən dirçəlməyi, dirçəlib də. Çünki indi həmən bu dövlətin başında Türkəm, babam Türk, nənəm Türk, dədəm Türk, evdə Türkçə danışıram, farsçanı qadağan eləmişəm, Türklüyümlə iftixar duyuram deyən doktor Pezişkiyan diyanı. O Türk adı yüksəlişdədir və daha böyük yüksəlişlərdə olacaq.